biz bütün dünyaya göstərə bildik ki, biz yeganə xalqıq ki, hal-hazırda öz ərazi bütövlüyünü təmin edə bilib və torpaqlarını azad edib və cənab prezidentin sözləri ilə demiş, tam qələbəni əldə edib. Yəni 100% qələbəni biz əldə etmişik. Başqa digər münaqişə zonalarında belə nəticə yoxdur. Qarabağ Dirçəliş Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Qarabağın azadlığı və dirçəlişində ictimai həmrəyliyin rolu mövzusunda tədbir təşkil olunub. Dövlət qurumları, ictimai təşkilatlar, beyin mərkəzləri, eləcə də elmi, siyasi və ictimai xadimlərin iştirak etdiyi tədbir 27 sentyabr Anım gününə həsr olunub. Bizim dövlətimizdə bu ictimai həmrəylik eyni zamanda da xalq və dövlət, hakimiyyət arasında bu vəhdət olmasaydı, çox güman ki, biz Qarabağımızı azad edə bilməyəcəkdik. Və necə ki, biz azad olunmasında həmrəyliyimizi nümayiş etdirib, birlikdə bu müqəddəs missiyanın öhdəsindən gələ bilmişiksə, hal-hazırda da Qarabağın dirçəlişində bu istiqamətdə aparılan işləri də yalnız həmrəy olub birlikdə yerinə yetirə bilərik və fikrimcə Anım günü ərəfəsində bu mövzunu müxtəlif icmaların, müxtəlif konfessiyaların nümayəndələri ilə birlikdə müzakirə etmək çox vacibdir. Qeyd olunub ki, Vətən müharibəsində qazanılan qələbə bir daha göstərdi ki, dövlətin siyasi iradəsi və hərbi gücü ilə yanaşı, cəmiyyətin bütün təbəqələrinin, o cümlədən etnik dini icmaların birliyi və həmrəyliyi tarixi ədalətin bərpasında mühüm rol oynayıb. Bu bir mesajdır ki, Qarabağın dirçəlişi də milli birliyimizdən, Qarabağın dirçəlişi də multikultural dəyərlərə sahib çıxmaqdan, oradakı tarixi dini, mədəni abidələrimizin, istər müsəlman abidələr olsun, istər xristiyan abidələr olsun, bərpasından, qorunmasından, mənəviyyatımıza, ənənələrimizə sahib çıxılmasından keçir. Biz haqsızlıqla o qədər gözəl, o qədər ədalətlə mübarizə apardıq ki, müharibə bitəndən sonra Azərbaycan dünyaya sülh mesajları verən, sülhə çağırış edən ən əsas dövlətlərdən biri kimi öz imicini, öz keyfiyyətini qoruyub saxlaya bildi. Bu da çox mühüm bir faktor idi. Dəyirmi masada həmçinin həmrəyliyin davamlı qələbə və dirçəliş prosesindəki rolu, o cümlədən böyük qayıdış və azad olunmuş ərazilərdəki dayanıqlı inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra isə Zəfər gününə həsr olunan Biz Birlikdə Güclüyük sənədli filmi nümayiş etdirilib. Azərbaycan Respublikasının ərazisində və qurumlarda hökumətlər qurulmayan Azərbaycan bizlərimizdir, vətənimizdir, vətənimizdir. Son anlamda